Bugün fevral ayının biri. Mən çöl adamı sizi Velikolepni zakatı çəkməkdən salamlamıram. Gördüyünüz kimi var görürsünüz. O bir de Rusiyadan xanım yazmışdı ki qalstukla qırmağa atan birinci səfərdə gördüm. Bir de dostumun əli əzilib. Dava dərman vururuq, xeyri yoxdur. Bu bizim salyan isti sudur. Bu da benim ayaqqabılarım, pencəyim zadım. Ondan da əlavə bir dənə mifə, baykıya aydınlıq gətirmək istəyirəm ki, qışda ay nə bilim bu gün fevral ayın biridir. Ay bu qurtlayır, nə bilim nə olur, ayırla getmişdim. Bax, qaynar od kimidir, od kimidir. Dostum üçün yığmışam, üst başımı da batırmışam. Bax, o deyir, neft çıxdı, şaqalat kimi. İndi oradan yığacam, Allah qoysa. Qoy əlinə zadına sürtsün. Bu Allahın verdiği nemətdir və qaynar ot kimidir. Özüm də revmatizmadan, grijadan zatdan əziyyət çəkirəm. Ona görə belə yerlərin hamısını tanıyıram, bilirəm. Güzel. Min şükür Allah, verdiği nemətlərə şükür.